Nə var da yox? Dünən möhkəm yağış yağırdı. Qoyunları qurt dərəsindən indirəndə 4-ünü 5-ini sel apardı. Getdim İdayət müəllimin yanına. O əjdaha! Dedim, ay İdayət. O əjdaha! Xaricdə yenə peyda olub. Nə əjdaha, nə danışırsan? Qəzetlər də yazır. Deyirlər gözü ilə görənlər də var. Eşinməmsən, göldə yaşayır. Çox qəribədir. Doğrudan da o əjdahadan xaricdə varsa, bəs o əjdahadan niyə bizdə yoxdur? Heç əcdanın yeridir. Keç mətləb. Sənə əcda lazımdır. Yox, mənim neyimə lazımdır. Elə mənə də lazımdır. Nə var nə yox buracaqa? Hə, onu deyirəm da, 7 dənə qoyunumu sel apardı. Sən söhbətini elə, hə? Gərək ki, onu belə deyirlər də. Bax sizdən, bağban bizdən, otaq bizdən, çıraq sizdən, əl bizdən, ətək sizdən, qız sizdən. Necə? O da bizdən. Siz bununla nə demək istəyirsiniz? Demək istəyirdim, biz demək istəyirik. Ki Gülbalanın xoşbaxt ailə qurmasına xeyir dua verəsiz. Sənlə Yasəmənin Xoşbaxt ailə. İstiraf et tez ol, sən öl gəliblər. Sən nə deyirsən? 7 nəfər revizor. Heç bir ailə söhbəti ola bilməz.